Salam Nurlan bəy. Salam. Xoş gördük sizi. Nurlan bəy, sizin B planınız nədir? Heç vaxt A planından başqa bir plan qurmamaq. İnsanlar özlərinə B planı quranda həmişə rahatlayırlar və A planının gerçəkləşməmə ehtimalı %2 artır. Və bu artdığı üçün də artıq sən A planının gerçək hala gəlməmə riski çoxalır. Buna görə də B planı heç vaxt fikirləşmirəm. A planı nədirsə, onun disiplinli şəkildə o nəyi tələb edirsə onu eləməliyəm. Haşiyaya çıxmaq olmaz. A planı. Bir plan, dəqiq qərar, bir yol. 18.000 nəfərdən çox auditoriya qarşısına çıxmısınız. Bu rəqəm böyükdür. Ən çətin auditoriyanız kim olub və bu çətinliyi necə aşmısınız? Vəkillər arasında auditoriya olub. Onların içərisində bir vəkil var idi, özünü çox ağıllı hesab edirdi. Söhbət edir, biri qayıtdı ki, bu uşaqdır, buna nə öyrənəcəyik? Mən də qayıtdım bildim ki, siz Azərbaycan Respublikasında bir fərdin öz qərarlarını vermə və cinayət məsuliyyətindən cəlb olunma, hansı ki, ailəsindən fərqli olaraq, ailəsindən icazəsi olaraq işlər görmə bacarığına hansı yaşda sahib olur? Dedi 18. Dedim, mənim hal-hazırda 21 yaşım var və siz mənim hal-hazırda hüquqlarımı tapdalayırsınız və mən bu auditoriyanın içərisində alçatmağa çalışırsınız. Və bütün vəkillər döndü ona baxdı, bir anlıq mənə baxdılar, başladılar gülməyə və artıq mən orada auditoriyanı ələ almış sayıldım. Çünki mən o insanı öz işi ilə damarını tutaraq bir növ vurmağa çalışdım, bacardım da. Cortex EQ adının mənası nədir? Bu ad altında keçirdiyiniz təlim və seminarlar digərlərindən hansı əsas xüsusiyyətlərinə görə fərqlənir? Çünki mən insanlara lazım olan məlumatları paylaşmaq istəyirəm və nə lazımdırsa onu danışmağı xoşlayan insanam. Durun burada saatlarla danışın, bir suala o qədər bəzəkli cümlələr qurun ki, burada özünüzdə heyrata gələsiniz ki, bu nə tər cümlələrə qurub eləmişsiniz. Dəqiq və beyinlə bağlı olan bir addır. Korteks mayəsi deyilən bir maye var beynimizdə, hansı ki o maye sayəsində beynimizi sağa, sola, qabağa və arxaya tərpədirik. Hal-hazırda bizim demək olar ki, həyatımızda hər şeyimiz var olsa belə korteks mayəsi yoxdursa, biz robot kimi yaşayacağıq. Ki robotlara da insani xüsusiyyətlərin verilməməsinin səbəbi korteks mayəsi hələ də ixtira olunmamasıdır. Çünki artıq insanlarda olur. Bu da bir tanrının möcüzəsidir. Cortex EQ-nün əsas məqsədi nədir? İnsanları inkişaf etdirmək yoxsa idarə etmək? Biz insanları idarə edərək onları inkişaf etdirməyi düşünürük. Yəni çünki bir səbəbimiz olmalıdır, bir məqsədimiz olmalıdır. Mən bir nəticəyə çatmalıyam ki, mənim etdiyim bir şey toplum rifahına kömək eləsin. Yəni biz insanları idarə etməyə xoşlayırıq. Bu barəsi biraz batıb. Görürsüz, kəsməyib zəhmət olmasa davam edib, batmayıb. İnsanlara idarə etmək çox asan bir şeydir. İstədiyin şəkildə onların fikirlərini fokuslandırmaq olar, istədiyin şəkildə fikirlərini dağıda bilərsən, istədiyin yönə yönəldə bilərsən. İnsanları idarə edərək onları inkişaf etdirməyə çalışın. Çünki siz bundan sonra hər hansı başqa bir intervyuda sizə bu sual versə, siz artıq heç vaxt yönəvizə baxmayacaqsınız.